Çox getmir. Biraz bəlkə də saxlamalıdır. Bir iki növünə kimi də. Hissələrin beton hissələrin gibi. Burada yaşayacaq. 1919-cu ildə evlər tikiləndə qoyulur. Hə. Yolun qapısı. 1919. Bunların əsası odur ki, iki döyməsi var. Bu da döymədir, bu da. Taqqulbaq, zanqulbaq. Bunu qadın döyəndə evdən bilirdilər ki, qadındır qapını döyən. Bunu döyüləndə kişi bilirdilər. Buna görə də hərəkət edirdilər. Yəni qapıya kişi çıxırdı ya da qadın çıxırdı. Kişi çıxmalıdır, yox qadın. Bu dövrə qayda qanun belə olur. Mesajatın altında çağırdım. Sən şəhərdə o qədər politika mədəniyyəti olub ki. Bu köhnə evlərdən biridir. Hə, köhnə evlər. Qarağı qoruq şəhər eləyirlər də. Evin əsas giriş qapısı qoruq da. Hə, buranın elə otaq kimi özü Buradan hə, burası. üst evə xod, buradan da alt evə xod, buradan da dama xod. Pilləkhanın qarşısında dama xod. Uğurlara girə bilirik. Özün də sarındır. Və ışığımız. Bayrağımızdan. Əvvəlki evləri bağçanın başında olur. Kimin əvvəlki evləri? Məşədi Əyyubun. Məşədi Əyyub. Məşədi Əyyubun evi olur. Köhnə evlər söküb töküblər. Bu yoldan düşdülər buranı. 1919-cu ildə. Biz uzun müddət qamğız hesabına kirayə oturmuşuq. Şəxsi eviniz olmayıb bu rayonda. Şəxsi evimiz olmadı. Dövlət evində, qamğız evində kirayə olmuşuq.